Naxçıvanda bir ailənin 6 üzvü dəm qazından zəhərlənib. Hadisə şəhərin Xətai məhəlləsi ev 12 ünvanında qeydə alınıb. Belə ki, Ordubad rayonu Aşağı Əylis kənd sakini 1947-ci il təvəllüdlü Məmmədov Niftalı Məmmədoğlu dəm qazından boğularaq həyatını itirib. Onun nəvələri 2020-ci il təvəllüdlü Fatimə Məsimova, 2018-ci il təvəllüdlü Hüseyn Məsimov, 2017-ci il təvəllüdlü Məhəmməd Məsimov, 2021-ci il təvəllüdlü Əli Məsimov və 2022-ci il təvəllüdlü Həsən Məsimov dəm qazından zəhərləniblər. Onlar Naxçıvan Yoluxucu Xəstəliklər Mərkəzinə yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır. Biləsuvar şəhərində transformatorda partlayış olub. Hadisə şəhərin Bakı küçəsində qeydə alınıb. İlkin məlumata görə hadisəyə əriyən qarın suları səbəb olub. Nəticədə rayon mərkəzinin bir hissəsində elektrik enerjisinin verilişi dayandırılıb. Ərazidə təmir bərpa işləri aparılır. Bu işlərdən sonra işığın bərpası gözlənilir.